Salam uşaqlar. Bu gün qaldığımız yerdən davam edirik. İsimlərin morfoloji və semantik xüsusiyyətlərini izah edəcəyik. İsimlərin morfoloji xüsusiyyətləri nədir? Deməli uşaqlar, isimlər iki yerə bölünür. Plural və singular, yəni tək və cəm isimlər. Bunlar çox sadədir əslində. Kökdən dəyişənlər var. Bunları bilsəz, hamısını məsələn hər iki tərəf mənasını itirən, bir tərəf mənasını itirən və hər iki tərəf mənasını qoruyan. Bunlar nədir uşaqlar? Hər iki tərəf mənasını qoruyanda necə cəmləyirik? Sonuncu sözü cəmləyirik, yəni mürəkkəb isimdə. Hər iki tərəf mənasını itirəni də həmçinin sonuncu yerdə cəmləyir. Amma bir tərəf mənasını itirirsə, bir tərəf mənasını qoruyursa, mənasını qoruyanı, yəni əsas tərəfi biz cəmləyəcəyik. Məsələn, mother-in-law, qaynana sözü. Uşaqlar, burada əsas söz nədir? Mother-dır. Mother tərəfi biz cəmləməliyik. Əgər love-ı cəmləyibsə, deməli bunu biz səhv götürəcəyik. Deməli, baxaq birinci suala. Birinci suala baxırıq uşaqlar. Bizə nə istəyir? Plural dedik ki, cəmdir də. Cəmdirsə onda uşaqlar sisters in love. Aha, bu düzdür. Dedik axı əsas, yəni bir tərəf qoruyubsa, bir tərəfin, yəni bir tərəfi mənasını qoruyubsa, onda bir əsas tərəfi biz s qəbul edəcəyik. Sister in love düzdür. Simen düzdür, amma oxun kökdən dəyişənlər uşaqlar. Oxun cəmlənməlidir. Yəni ox təkdir, oxun olmalı idi. Ona görə bu səhvdir. Pages aha düzdür. Harris aha düzdür, amma progress təkdir. Patates düzdür, leaves düzdür, berry təkdir. Cousins düzdür, guess düzdür, Moses düzdür. Aha, bu doğrudur. Contest düzdür, physics yanlışdır. Yadınızda saxlayın uşaqlar. Fən adları həmişə tək olur. Yadınızda saxlayın bunu. Bunun da cəmi guess idi, bir yağ dedik də burada. Cavab burada D variantı olacaq. İkinci suala bax uşaqlar, yenə plural. Cəm isim istəyir də bizdən. Cəm isim istəyirsə trousers, aha düzdür, cəmdir, goods düzdür, clothes düzdür. Cavab burada A variantıdır ki. Cins düzdür, face yanlışdır, getdi. Physics yanlışdır, bayaq dedik, getdi. Mice aha düzdür, progress yanlışdır, getdi. Aha, guess düzdür, shelves düzdür, amma letter yanlışdır, getdi. Ancaq burada cavab A variantı oldu. Baxırıq üçüncü sual uşaqlar. Singular. Bu səfər bizdən tək isim istəyir. Tək isim istəyirsə information, aha, məlumat düzdür. Places yanlış, yerlər səhvdir. Closes düzdür, traffic deməli tək istəyir bizdən. Closes yanlışdır ona görə də. News düzdür, progress düzdür, money düzdür. Aha, C variantı. Oxun yanlışdır. Bir adır ki, Oxun tək nə idi uşaqlar? Ox idi. Advice düzdür, aha. Amma vəkis yanlışdır. Ona görə Y variantı gedir. Deməli, uşaqlar, baxırıq 4-cü suala. Singular isim istəyir, yəni tək isim istəyir yəni bizdən. Person düzdür, chair düzdür, sofa düzdür. Cavab yerinə A variantı elədi uşaqlar. B variantı niyə olmur? Fitin təki footdur uşaqlar, onca getdi. People cəmdədir, olmaz. Police cəmdədir, olmaz. Mice'ın dedik ki, təki nə idi? Mouse idi, mouse. Baxırıq uşaqlar 5-ə. 5-də nə istəyir uşaqlar? Plural, yəni cəm isim istəyir. Cəm isim istəyirsə mouse olmaz. Dedik ki, mice'dır cəmi. House olmaz. Closes düzdür. People düzdür. Fit düzdür. Tools yanlışdır. Cavab burada 3, 4, 5 B variantı. Baxaq uşaqlar 6-cı suala. Plural, yenə bizdən cəm isim istəyir. Cəm isim istəyirsə fit. Aha, uşaqlar 6-cı suala baxırıq. Deməli, bizə plural deyil, cəm isim istəyirsə. Gördüyü kimi uşaqlar cavab burada A variantıdır. Dedik ki, foot təkdir, fit isə onun cəm formasıdır. Gəlin aha düzdür. Burada nə pozur? C variantı E olmaz, fellow olmaz. Physics dedik ki, fən adları tək olur həmişə. Bir də ki, watch olmaz burada. Ona görə cavab burada A variantı qalacaq. 7-ci suala baxırıq uşaqlar. Plural yenə bizdən cəm isimlər istəyir. Aerobics dedik ki, olmaz. Centuries olar, experiment olmaz. O bir tərəfə baxaq. Athletics olmaz, dedik axı, olmaz. Benches, day, bizə nə istəyir uşaqlar? Hə, plural istəyir də. Day olmaz, dishes, aha, cavab Y variantı. Polis cəmdə olur həmişə, dishes də cəm formadadır. Y variantı. Aha, baxırıq 8-ci sual uşaqlar. Singular bizdən tək isim istəyir. Tək isim istəyirsə, nose getdi, sailing getdi, rule getdi, corridor getdi. Aha, uşaqlar, biz 8-ci suala baxırdıq. Deməli, singular bizdən tək isim istəyir. Tək isim istəyirsə, kites getdi, sandals getdi, spoons getdi. Burada tables gedir. Burada cavab B variantı. Textbooks və flag. Deməli, uşaqlar 9 suala baxırıq. Yenə singular istəyir, tək isim istəyir bizdən. Cups getdi, carpets getdi, flags getdi, cars getdi. Cavab C variantı qalır.
10-cu suala baxırıq uşaqlar. Yenə singular tək isim istəyir bizdən. Deməli, la istədik ki, cəmdə köçən dəyişənlərdə los olmalı idi. Guest cəmdə, ona görə bunlar getdi bizdən tək istəyir. Axı songs gedər, tones gedər, children gedər və comes, century, valley qalar. Y variantı. 11-ci suala baxırıq uşaqlar. Singular yenə bizdən tək isim istəyir. Tək isim istəyirsə drawings getdi, museums getdi. Sonra tourist getdi. Sonra burada D variantı cavab belə. Sonra burada nə gedir? Servants getdi. 12-ci sual baxırıq uşaqlar. Yenə bizdən tək isimlər soruşur. Puppets getdi, stairs getdi. Elə cavab burada C variantıdır. Fireplaces getdi, fit getdi. 13-cü suala baxırıq uşaqlar. Bizdən yenə singular, yəni tək isim istəyir. Tək isim istəyirsə birinci sual düzdür, dos səhvdir, tez səhvdir, fox düzdür, pierce səhvdir. Burada nələr götürdük biz? 1 və 4 götürdük. Səhv etmirəmsə, bəli, A variantı. Deməli, 14-cü suala baxırıq uşaqlar. Bir də buralar təmizliyə qəşəng, qarşılıq olmasın. 14-cü suala baxırıq uşaqlar. Singular bizdən tək isim istəyir. Tək isim istəyirsə knives, bıçaqlar yanlışdır. Snowman, düzdür. Əgər men olsaydı cəm olacaqdı. Amma man isə deməli bu təkdir. Knowledge, düzdür. Bizdən tək istəyir. Roofs yanlışdır. Cheese düzdür. Fit yanlışdır. Burada cavab 2, 3, 5. A variantı. 15-ci suala baxırıq uşaqlar. 15-ci sualda nədir bizdən? Uncountable nouns. Uncountable nədir uşaqlar? Uncountable sayılmayan isimlər deyilir. Countable isə sayılan isimlər deyilir. Bunların fərqləri nədir uşaqlar? Countable, yəni sayıla bilən isimlər cəmlənə bilir, əyan artiklər işlənə bilir. Uncountable'lar isə cəmlənə bilmir, əyan artiklər işlənə bilmir. İndi baxaq bu suallar. Nədir bizdən? Uncountable'lar istəyir uşaqlar. Uncountable'lar tərcəsini. Child uşaqlar təbii ki, uncountable ola bilməz. Yəni bunu görən kimi çıxırıq. Yəni uşağı sayılmayan deyə bilərik, biz deyə bilmərik. Coffee sayılmır, əl sayılır, olmaz. Tea sayılmır, face üz sayılır, olmaz. Carrot, lamp, farm bu sayılır, olmaz. Music sayılmır, advice məsləhət sayılmır, düzdür. Mehribanlıq da sayılmır da Y variantıdır. Cavab Y variantıdır. Deməli 6-cı suala baxırıq uşaqlar. Uncountable, yəni sayıla bilməyən istəyir bizdən. Sayıla bilməyən isimləri istəyir bizdən. Sayıla bilməyən isimlər istəyirsə uşaqlar, hospitality nədir? Qonaqpərvərlik sayılmır. Oil, benzin sayılmır. Elektrik də sayılmır da. 1 ilə cavabımızdır. City sayılır. Şəhər niyə sayılmazsın ki? Honesty, dürüstlük sayılmır. News xəbər sayılmır. Pollution sayılmır. Elə 1-3 cavabımız Y variantı. Animal sayılır, yəni heyvan sayılır, niyə sayılmasın ki? Y variantı uşaqlar burada cavab. 17-ci suala baxırıq, yenə uncountable nouns, yəni sayıla bilməyən isimlər istəyir bizdən. Smoke, duman, bəli sayılmır, safety, təhlükəsizlik sayılmır, kindness, mehribanlıq sayılmır, düzdür, bir düzdür. Pencil, qələm niyə sayılmasın? Friendship, dostluq sayılmır, cotton, pamıq sayılmır, ratchet, yük, bağac sayılmır. Story, hekayə niyə sayılmasın ki? Sayılır, 1-3 cavabımız D variantı. Baxırıq uşaqların 18-ci sualı. Plural, yəni cəm isimlər soruşur bizdən. Cəm isimlər soruşur, baxın. Dedik ki, woman, köçün dəyişənlərdə bu woman, yəni təkdir. Woman isə cəmdir uşaqlar. Yəni olubsa burada cəmdir. Bir düzdür. Bizdən cəm isim soruşur. Cəm isim soruşur, most səhvdir, mice idi bunun cəmi. People düzdür, people həmişə cəm olur. Tools səhvdir, tezdir bunun cəm forması. Bunun tabii cəmi forması guessdir. 1, 3 cavab burada D variantı. 19-cu suala baxırıq uşaqlar. Deyəsən burada singular deyil. Bəli, tək isim istəyir bizdən. Tək isim istəyirsə custom düzdür, socks yanlışdır, trainers yanlışdır, bin düzdür. 1, 4 cavabımız C variantı. 20-ci suala baxırıq uşaqlar. Plural nouns, yəni cəm isimlər soruşur bizdən. Cəm isimlər soruşsa education gedər, pool gedər. Cavabımız elə Y variantıdır. History gedər, member gedər. Deməli, uşaqlar baxırıq 21-ci suala. Plural, yəni cəm isimlər soruşur yenə bizdən. Voice getdi, yəni cəm isimlər soruşur, voice gedər. Method gedər. Cavab Y variantı, mallar və yazılar. Deməli, burada city gedər. Yəni plural istəyirək o yüzden glass gedər. Onca burada cavab Y variantı olacaq uşaqlar. 22-ci suala baxırıq uşaqlar. Singular nouns, yəni tək isimlər istəyir bizdən. Tək isimlər istəyirsə, rappers getdi, sportsman getdi, woman getdi, pirzos getdi. Nə yaxşı gəlir. Hamısını axırda çıxırıq. Y variantı. 20-ci suala baxırıq uşaqlar. Singular bizdən tək isim istəyir. Tək isim istəyirsə socks getdi. Elə cavab D variantıdır. İşarələyək. Woman getdi, clothes getdi, people getdi.
24-cü suala baxırıq uşaqlar. Singular tək isim istəyir soruşur bizdən. Tək isim istəyir soruşursa bizdən roses getdi, queens getdi. Aha, trousers getdi, shoes getdi. Burada cavab qaldı Y variantı. Y variantı bir cürə yazdıq. Deməli 25-ci suala baxırıq uşaqlar. 25-ci sual nədir bizdən? Plural, yəni cəm isimlər soruşur. Cəm isimlər soruşursa watch gedər, tools gedər, ruler gedər, verb gedər. Burada qalar D variantı. Deməli uşaqlar baxırıq buradan. Aha, uşaqlar baxırıq 26-cı suala. Bizdə nə deyir? İsim olan, cəm isim olan cümləni soruşur bizdən. Bax bu cür cəm isim cümlə olan cümlə hansıdır? Burada gözüm azaldı. Deməli uşaqlar burada cəm isim tapacaq biz burada uşaqlar. Lady. Lady nə təkdir, bas təkdir, onca getdi. Burada baxırıq uşaqlar people cəmdir. Ahaliyə cavab budur deyəsən. O birislərinə baxaq yenə. B variantıdır cavab. Baxırıq 26-cı suala. Bizdən nə soruşur? Cəm isim olan cümləni soruşur. Baxırıq burada lady nədir uşaqlar? Təkdir də, bas da təkdir, onuncu səhvdir. People, ahaliyə cavabımız B variantı. Water olmaz. Sayılmayan tək isimdir water. Olmaz ona görə də. D variantına baxaq niyə olmur. Department, uşaqlar street. Mən burada cəm isim görmürəm nəsə. Sonra burada bir cycle, velosiped. Bu cəmliyi görmürəm mən. Onca getdi. Burada cavab nə oldu uşaqlar? B variantı ha. Burada cavab oldu B variantı. Baxırıq 27-ci sual uşaqlar. Plural nouns. Nədir? Plural nouns nə idi uşaqlar? Cəm ismi idi. Snack getdi, Christmas düz, ham getdi, policeman düz, bəzis düz, restore düz. Cavab C variantı boss gedər, Dominius düz, news yanlış getdi. Uşaqlar burada dedik plural, yəni cəm isimlər soruşur yenə bizdən. Pianos düzdür, Cotton yanlış, sayılmayan tək isimdir. Pambıq. Deməli, aha. Baxırıq woman təkdir dedik. Axı woman cəm olanda E olmalı idi orada. Guess aha düzdür. Shorts düzdür, amma tree yanlışdır. Deməli jeans düzdür, doors düzdür, glasses düzdür. Burada cavab D variantıdır. Bu nə idi görmədim bir dəqiqə. Ha. Roof yanlışdır. Six source düzdür, T yanlışdır. Deməli burada biz C variantı dedik. C variantı dedik, yoxsa D variantı dedik uşaqlar? Hə, D variantı dedik. Sorry. Deməli 29-a baxırıq uşaqlar. Singular nouns deyir. Tək ismi soruşur bizdən. Tək isim cərgələrini soruşur bizdən uşaqlar. Tək isim cərgələrini soruşa baxaq. Schools getdi, knowledge düzdür, water düzdür, member düzdür. Aha B variantı ilə cavab. Yazaq bura yaddan çıxmasın. Sonra baxırıq uşaqlar. Tək isim soruşursa bizdən. Tək isim soruşursa burada potatoes gedər uşaqlar. Sonra passengers gedər. Sonra mice gedər. Sonra baxırıq 30-cu suala. Mən bura qarışdırdım uşaqlar. Bir dəqiqə gözünü təmizləyək. Sizin də gözünüz yorulmasın. Uşaqlar 30-cu suala baxırıq. Deməli bizdən singular, yəni tək isimlər dərəcəsini soruşur uşaqlar. Tək isimlər dərəcəsini soruşur. Tulip düzdür, kindergarten düzdür, education düzdür. Elə cavabımız A variantıdır. O birislərinə yenə baxaq uşaqlar. Advice düzdür, wine düzdür, amma troops bu sıranı pozur. Subjects yanlış, people yanlış, six source yanlış. Sonra trousers yanlış. Burada cavab oldu A variantı. 31-ə baxırıq uşaqlar. Singular nouns. Tək isimlər dərəcəsini soruşur bizdən. Happiness, aha düzdür. Tək soruşur axı düzdür happiness. Houses yanlışdır. Concert düzdür, camp düzdür, paz düzdür. B variantı cavab. Seashore düzdür, travel düzdür. Drivers burada pozdu sıranı. Tent düzdür, results burada sıranı pozur. Fit yanlışdır, pages yanlışdır. 33-cü suala baxırıq uşaqlar. Singular, yəni bizdən tək isimlər dərəcəsini soruşur. Tək isimlər dərəcəsini soruşursa tickets gedər buradan. Aha, portrait, mountain, roof. B variantı cavab uşaqlar. Photos gedər, magazines gedər, children gedər, planets gedər. Baxırıq singular nouns, yəni tək isimlər dərəcəsini soruşur uşaqlar yenə bizdən. Tək isimlər soruşursa carriage'lar, seasides gedər, teachers gedər, compositions gedər, passages gedər, sonra refreshment, shocking, arrow. Aha, cavab D variantıdır. Guess, singular isə guess gedər, rooms gedər. Deməli yenə bizdən singular, yəni tək isimlər dərəcəsini soruşur uşaqlar. Tək isimlər dərəcəsini soruşursa fit getdi, görən kimi gedir, Ross gedər, boys gedər. Sonra cavab D variantıdır, students gedər. Baxaq 35-ci sual uşaqlar.
Plural, yəni bizdən nə soruşur? Cəm isimlər soruşur. Cins düzdür, qulaq düzdür. Cavab burada A variantıdır. News yanlışdır. News xəbər demişik ki, uşaqlar cəmdədir. Nə olsun? İnşallah çox çaşır ki, yəni axır cəmin S var. 100% bu cəmdir. Xeyr uşaqlar. News həmişə tək sayılır. Closes uşaqlar bizdə plural isə closesdur, amma diş polislərini pozur. Glasses düzdür, amma pencilslərini pozur. Sheep, filter səhvdir. Yəni D variantı səhvdir. Cavab A variantı olur burada uşaqlar. Demək baxarıq biz hansı suala? 36-cı suala. 36-cı sualda isə plural, yəni cəm isimlər istəyir bizdən. 36-cı sualda bizdən cəm isimlər soruşursa, burada deyək ki, görən kimsəm dadı getdi, yer gedər, sonra trouser button düzdür, B variantı, alarm, clocks düzdür, amma cheat burada sıranı pozar. Cavab burada oldu, B variantı. Sonra 37-ci suala baxışıqlar. Singular tək isim dərəcələrini soruşur bizdən. Ox düzdür, görən kimi götürən. Mice olmaz, moise olar, Johnson götürərdik. Trousers yanlışdır. Step düzdür, process düzdür, stairs yanlışdır. Burada cavab olar 2, 5, 6, cavab B variantı. Baxın 38-ci sual uşaqlar. Singular tək isim dərəcəsini soruşur bizdən. Tək isim dərəcəsini soruşursa, ona görə tease gedər, tuzos götürəcəkdir. Goes olar yes, glass düzdür, cins yanlış, news düzdür, men yanlışdır. Biz nələr götürdük buradan? Glass götürdük, goes götürdük, news götürdük. Yəni 205 cavabımız A variantıdır. 39-cu suala baxır uşaqlar. Plural, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsi stop gedər, sonra case gedər. Cavab burada 1, 3, 4. C variantı. 40-cı suala baxışıq. Plural, yəni cəm isimlər dərəcəsi soruşur. State gedər, ona görə actress gedər. Dishes, people, officer. Cavab 3, 4, 5 olacaq. B variantı. 41-ci suala baxırıq uşaqlar. Singular, yəni tək isimlər dərəcəsini soruşur bizdən. Tək isimlər dərəcəsini soruşursa, tək isimlər dərəcəsini soruşursa, jacket gedər. Scarf, aha, düzdür, C variantı. Planets olmaz, skirts olmaz, hands olmaz. 42-ci suala baxırıq uşaqlar. Singular tək isimlər dərəcəsini soruşur bizdən. Aha, tək isimlər dərəcəsini soruşursa cavabımız A variantıdır. Earth olmaz, Moses olmaz, fit olmaz, days olmaz. 40-cı suala baxırıq uşaqlar. 40-cı suala baxırıq uşaqlar. Singular nouns, yəni tək isimlər dərəcəsini soruşur bizdən. Tək isimlər dərəcəsini soruşursa, forests gedər, invaders gedər, deserts gedər, sonra friends gedər. Cavabımız D variantı qalar. Baxırıq neçənci suala? 44-cü suala. Aha. Bura təmizləyək, sizin də başınız qarışmasın. 44-cü suala baxışaqlar. Deməli, bizi nəyi soruşur? Singular nouns, yəni tək isimlər dərəcəsini soruşur. Tək isimlər dərəcəsini soruşursa, nəyi götürəcək uşaqlar? Aha, cavabımız elə var yanıdır ki, baxmadan tapdıq. Doctors olmaz, trees olmaz, sections olmaz, nifus olmaz. Demək, 45-ci sual bax uşaqlar. Plural nouns, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşur. Burada tail gedər. Burada B variantı düzdür. Address gedər. Burada scale gedər. Cheeseburger gedər. Sonra burada adventurous düzdür. Grand gedər. Cavab B variantı. 46-cı suala bax uşaqlar. Plural nouns, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, partner getdi. Be düzdür. Refugees düzdür. Cavabımız C variantı qalır uşaqlar. Y variantı nə gedir? Task burada sıranı pozur. Burada B variantında hunger sıranı pozur. D variantında hər ikisi sıranı pozur. 47-ci suala baxaq uşaqlar. Plural nouns. Cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, community gedər. Sonra adventurous düzdür. Harvest gedər. Ghost gedər. Policeman gedər. Mathematics gedər. Mouse gedər. Professionals və oxusun. Cavabımız Y variantı qalar. 48-ci suala baxırıq uşaqlar. Plural nouns, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, burada progress gedər, army gedər, knowledge gedər, woman, trousers düz variantımızdır, person gedər, B variantı. 49-cu suala baxırıq uşaqlar. Plural nouns, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Translation gedər, man gedər, vegetable gedər, buffalo gedər, cavabımız D variantı. 50-ci suala baxırıq uşaqlar. Plural nouns, cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, file, sildim, oxumadan sildim. File gedər, phonetics gedər, agreement gedər, physics gedər, stories, advertisements, cavabımız Y variantı qalar. Uşaqlar, 51-ci suala baxırıq. Plural nouns, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Ona görə A variantları baxan kimi gördüm. O bilər niyə olmur? Leaf burada sıranı pozur, boy sıranı pozur, news sıranı pozur, door sıranı pozur. 52-ci suala baxırıq uşaqlar. Yenə plural, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, box getdi, window getdi, pencil getdi, ox getdi. Cavabımız B variantı. She was a woman.
50-ci suala baxırıq uşaqlar. 50-ci sualda yenə bizdən plural, yəni cəm isimlər dərəcəsini soruşursa, physics, dedi ki, fən adları falan nə olur uşaqlar? Həmişə tək hesab olunur. Ona görə burada physics olmaz, sıranı pozur. Həmçinin food da sıranı pozur. Burada elə cavab C variantıdır. Burada sıranı goose pozur. Burada qual pozur. Burada close pozur və news pozur. Burada progress pozur. 54-ə baxırıq uşaqlar. Yenə bizdən singular, yəni tək isimlər dərəcəsini soruşur. Tək isimlər dərəcəsini soruşur. Deməli, tək isimlər dərəcəsi woman olmaz. Cavabımız elə C variantıdır. Sonra seamen olmaz, houses olmaz, police olmaz. C variantı. 55-ə baxırıq uşaqlar. Bizdən nə dərəcəsi soruşur? Plural, yəni cəm isimlər dərəcəsini soruşursa, babies olar, city burada sıranı pozur. Tease people cavabımız C variantı. Grass getdi. Tovun gedər, Leon gedər. Burada cavabımız C variantı. 56-ya baxırıq uşaqlar. Countable nouns, sayılan isimlər soruşur bizdən. Advice sayılmır, məsləhət sayılmır uşaqlar. Coffee sayılmır. Luck uğuşan sayılmır. Sonra burada nə yazılıb? Burada bird, slice. Poetes sayılmır uşaqlar. Y variantı burada. Deməli uşaqlar burada baxırıq 52-ci sualla. 52-ci sualda bizə uncountable yox, countable nouns deyir uşaqlar. Yəni countable nouns nə idi? Sayıla bilən isimlər soruşur bizdən. Sayıla bilən isimlər soruşursa uşaqlar, burada money gedər, pul bilirik ki, sayılmır, gold qızıl sayılmır. Aha, sonra buradan sayıla bilən isimlər soruşur. Cavab burada C variantıdır. Air hava sayılmır, meat sayılmır. 52-ci suala baxırıq uşaqlar. Uncountable nouns sayıla bilməyənlər soruşur bu səfər. Sayıla bilməyənlər soruşursa, elə mən burada görən kimi bildim. Rice, düyü, grass, ot, sand, qum sayılmır. Burada niyə olmur? Yəni isə city şəhər sayılır. Çıxıram onun üçün. Doktor niyə sayılmasın ki? Sonra ox sayılır. Sonra burada teatr sayılır. Baxırıq 59 suala baxışlar. Uncountable nouns istəyir bizdən. Yəni sayıla bilməyən isimlər soruşur. Sayıla bilməyən isimlər soruşursa, mən elə buradan baxan kimi gördüm uşaqlar. Burada cavab B variantı. Rice, düyü, gold, qızıl, water, su. Sayılmır da. Deməli, baxırıq uşaqlar 63-cü suallar. 63-cü sual nədir uşaqlar? Bizdən uncountable nouns soruşur. Uncountable nouns nədir? Sayıla bilməyən isimlər. Sayıla bilməyən isimlər soruşursa uşaqlar, word gedər, burada apple gedər, sonra PS gedər, house gedər. Uşaqlar, yadınızda saxlayın ki, house-ın sinonim var, ham. Ham sayılmır. Yəni, house zəminə bilir. En article qəbul edə bilir. Yəni, ham yəni sayılmır. House sayılır. Yəni, bunu qarışdırmayaq. Onca burada cavab Y variantı. Trafik, məsləhət və düyü. Y variantı. Buranı təmizləyək ki, başınız qarışmasın. Aha, uşaqlar, baxırıq 61-ci suala. Nə istəyir bizdən? Plural. Yəni, plural nə idi uşaqlar? Cəm isim idi. Plural cəm. Singular isə tək idi. Cəm isim istəyirsə bizdən years olar, gold olmaz, təkdir. Fish olmaz, oxen olar, teas olar, children olar. Cavabımız C variantıdır. Burada cov olmaz, yəni cəm isimdə cov olmaz, milk olmaz. Aha, burada C variantı. 62-yə baxırıq uşaqlar. 62 nə soruşur bizdən? 62-də plural, yəni cəm isimlər dərəcəsini soruşur. Elə burada cavab görən kimi A variantıdır. Hair olmur, head olmur, shoulder olmaz, forest olmaz. 63-cü suala baxırıq. 63-cü suala baxırıq uşaqlar. Singular, bizdən tək isimlər dərəcəsini soruşur. Dishes görən kimi getdi, people, scissors getdi. Baxırıq o tərəfə. Dəqiqə. Aha, bizdən tək isimlər dərəcəsini soruşurdu. Planets gedər, ingredients gedər və burada cavab Y variantı uşaqlar. 64-cü suala baxırıq uşaqlar. Singular tək isimlər dərəcəsini soruşur bizdən. X gedər, Harris gedər. Sonra cavab C variantı. Character, book, chair. Products gedər, sonra AS gedər. Baxırıq 65-ci sual uşaqlar. Singular tək isimlər dərəcəsini soruşur bizdən. Ona görə də jobs gedər, goods gedər. Sonra C variantı qalar. Hava, pool və otaq. Chain, burada nə demək görmürəm. Aha, bizdən singular istəyir. Tail gedir, ona görə paste gedər. Burada oldu C variantı. 66-cı suala baxırıq uşaqlar. Uncountable nouns, yəni sayıla bilməyən isimlər soruşur bizdən. Sayıla bilməyən isimlər soruşursa, burada table getdi. Elə burada cavab C variantı. Yağ, duz və pul. Baxırıq 67-ci sual uşaqlar. Yəni, amma o birisi suallar baxın, niyə olmur? Book kitab sayılır. Sonra burada bag çanta sayılır. Sonra burada ruler, xətkeş sayılır. 67-ci suala baxırıq uşaqlar. Uncountable nouns, sayıla bilməyən isimlər soruşur. Butter yağ sayılmır. Food ayaq niyə sayılmasın ki, sayılır. Deməli, salt duz sayılmır, düzdür. Deməli, uşaqlar burada görmərəm, bir dəqiq silim.
Buranı təmizləyim, sonra izah edək. Aha, uşaqlar, biz hansı suala baxırdıq? Biz 67-ci suala baxırdıq. Sayıla bilməyən isimlər soruşur. Food sayıldığı üçün buradan çıxacaq biz. Sonra burada uşaqlar plane sayıldığına görə çıxacaq. Sonra car sayıldığına görə çıxacaq. Table sayıldığına görə çıxacaq və E variantı. Su, hava, qənd sayılmır. Y variantı. Baxırıq 68-ci sual uşaqlar. Bizdən düzgün variantı soruşur. Aha, baxır uşaqlar 68-ci sualla. Deməli, the majority of people. Mən burada heç bir səhvlik görmürəm. 1 düzdür. 2 yanlışdır. A couple of pictures. Mən burada heç bir səhvlik görmürəm. $70,000. Mən burada da heç bir səhvlik görmürəm. Close uşaqlar dedik axı article-dan sonra mütləq tək gəlməlidir. Close cəmdə axı necə ola bilər ki bu? 13 səhvdir. 1, 3, 4 cavabımız B variantı. Baxırıq 69-cu sual uşaqlar. Doğru variant istəyir yenə bizdən. Doğru variant istəyirsə, a little chemistry. Little chemistry uşaqlar. Little dedik ki, nə olar? Little-dan sonra mütləq tək və sayılan gəlməlidir. Ona görə A variantı səhvdir. Several-dan sonra nə deməkdir? Mütləq cəm gəlməlidir. Cəm və sayılan isim gəlməlidir. Plenty of. Bura görə bilmirəm. Dəqiq C variantı. Silim. Aha. Plenty of member. Plenty of deyə bir şey yox idi. Mən elə bir şey görməmişəm. A number of news. A number of-dan üstündən sonra mütləq cəm isim gəlməlidir. Olmaz. 2 pinches of salt. Aha, bu düz variantdır. Y variantı. Uşaqlar, bir də ki, bizdə a lot of-dur, lots of-dur, plenty of-dan sonra mütləq sayılan, gəlib sayılan isim varsa, mütləq cəmlənməlidir. Amma sayılmayan isim varsa, mütləq tək olmalıdır. Burada bax, member üzvdür uşaqlar. Member sayılır da, member cəmlənə bilir. A article işlənə bilir. Ona görə də plenty of-dan sonra mütləq cəm olmalı idi members. Ona görə bu səhvdir. 70-ə baxırıq uşaqlar. 70-ci sualda nə deyir bizdən? Plural nouns, yəni cəm isim dərəcəsini soruşur. Bottle getdi, glass getdi, oxen düz, six horse düz, mice düz C variantı, news yanlış, Norman yanlış. Choose the line of plural nouns, cəm isim dərəcəsini soruşur bizdən. Flower gedər, box gedər, news gedər, information gedər. Cavab D variantı, Wolves və six horse. 70-ci suala baxırıq uşaqlar. 70-ci sualda nə istəyir bizə? Yəni doğru variant istəyir uşaqlar. Baxın burada new information. Biz deyək article, əgər article-dan sonra sifət gəlibsə, o zaman nə olur? Biz ismə bax, yəni article həmişə ism aid olurdu uşaqlar. İsm aid olursa, article deməli bu information aiddir. Information nədir? Sayılan tək isimdir. Estağfurullah, sayıla bilməyən tək isimdirsə, biz onda yəni article işdə bilmərik information olmaz. Ona görə bu səhvdir. Deməli burada baxırıq. Bir dəqiqə silim, bu görsənmir. Some information. Axı, some əslində işlənə bilər, sayıla biləndən işlənə bilər, sayıla bilməyən işlənə bilər. Amma information deyirik, axı, sayılmır. Sayılmırsa nə ola bilər? Yəni, sayılmırsa cəminə bilməz, article qəbul edə bilməz. Bu qədər, bu da yanlışdır. Some information, mən burada hepsi səhv görmürəm, D variantı. An information dedik olmaz. Sayıla bilməyən isimlər article-dan işlənə bilmir, cəminə bilmir. Bugün bayaq dedik. To information olmaz. To-dan sonra mütləq cəm olmalıdır. Yəni sayıla cəm olmalıdır. O da o ki olmaz. Information cəminə bilmir. Deməli baxaq 73-cü suala. Aha uşaqlar 73-cü suala baxırıq. 73-cü sualda yenə doğru variant istəyir bizdən. A few dedik uşaqlar. A few-dan sonra nə ola bilər? Sayılan cəm isim olmalıdır da. Burada nə these niyə tək veriblər uşaqlar? Yanlış da bu. A few-dan sonra cəm isim olmalıdır. Sayılan cəm. İkinci suala baxırıq deməli uşaqlar. London Sparks. Mən burada heç bir səhvlik görmürəm, düzdür də. Some deers. Uşaqlar, deer nə deməkdir? Deer şeydə, cəmdə, həmin cəm. Ona görə S gəlin, apostrof S, yəni apostrof yox, apostrof S olmalı idi. Ona görə 3 səhvdir. A few months, aha bu düzdür. 2-4 cavabımız A variantı. Qarşılıq olmasın tərəfə baxaq. 72-ci sualda uşaqlar yenə də doğru variant istəyir. Dedik axı a few-dan sonra sayılan cəm olmalıdır, getdi. A lot of deyə bir şey yoxdur. Article-dan sonra mütləq sayılan isim gəlməlidir. A little salad aha düzdür. Some pieces of names aha düzdür. 3-4 B variantı. 75-ə baxırıq uşaqlar. Yenə doğru variant istəyir bizdən. A piece of furniture. Mən burada heç bir səhvlik görmürəm. A pieces of soap dedik ki, olmaz da. Article-dan sonra cəm olmaz. Some soap aha düzdür. A few women olmaz. Bu E olmalıydı ki, bunu düz götürək. Olmaz onca. 100 B variantı. Bunu nişanlamadıq uşaqlar. Biz burada nə demişik? 2-4 A variantı. 76-cı sual baxırıq uşaqlar. Uncountable nouns sayıla bilməyən isimlər dərəcəsini soruşur bizdən. Demək, buradan baxırıq. Village, hammer, hotel, sonra sand var,
Patience var. Elə burada cavab D variantı. Duyğum və səbir sayılmır da. 77-ci suala bax uşaqlar. Burada nə olmur? Şöyle deyimdəsə hand sayılır, hotel sayılır, sonra village sayılır, river sayılır. Sonra burada smoke sayılır. Onca olmur. Burada cavab D variantı. 77 bax uşaqlar. A few postmen. Aha düzdür. Baxın, düzdür. Varsa deməli düzdür. Bu a few prison olmaz. Few tourists. Aha düzdür. Few sportsmen olmaz. 1, 3 cavab A variantı. 78 sual bax uşaqlar. 78 sualda nə deyir? Bizə yeni doğru variant istəyir. 5 slice dedik axı. Miqdar sayı, yəni artikeldən sonra, yəni miqdar sayılarını sonra mütləq sayılan cəm isim gəlməlidir. 5 slice, mən burada sayılan cəm isim görmürəm, onca yanlışdır. 6 clothes düzdür, of nice. 2 box of chocolate, bu da yanlışdır. 3 dozen eggs, aha düzdür. Bu bızırı bura aiddir, eggs aiddir, onca bu düzdür. 2, 4. C variantı. 79-cu suala bax uşaqlar. Plural nə olsun? Yenə bizdən cəm ismi soruşur. Cəm ismi soruşurda dedik ki, athletics həmişə tək hesab olunur. Physics də həmçinin idman adlarıdır. Fən adlarıdır. Bunlar həmişə tək hesab olunur. Sonu s ilə bitməsinə baxmayaraq. Goods, cheese olmaz. Cheeses olmalıydı bunun cəmi. Tears, shoes, teas. Aha bu düzdür. D variantı. Polis düzdür. Ni düzdür, amma daha olsun. Ni səhvdir, case düzdür, səhvdir. Səhvə baxırıq. Countable nouns, sayılan isimlər sayıcısını soruşur bizdən. Sayılan isimlər soruşursa, picture mütləq götürürsən. Sonra bowl'u mütləq götürürsən. Gold yanlış, qızıl sayılmır. Money yanlış sayılmır. Şirəs sayılmır. Bir də 3 götürürsən. Tuz. Demək burada 2, 3, 5 götürdük də. Hə, B variantı. Demək 81-ci sual bax uşaqlar. Countable nouns, sayılan isimlər dərəcəsi soruşur bizdən. Sayılan isimlər desə news xəbər sayılmır. Foot ayaq sayılır. Melon sayılır. Sonra pudding sayılmır. Sonra water sayılmır. Case sayılır. 2, 3, 5 yenə. C variantı. Yəni, qarşılıq oldu. Biraz silə uşaqlar buranı. Aha. Keçirik 82-ci suala. Yenə bir də doğru variantları soruşur. A piece of advice. Burada heç bir səhvlik görmürəm. An advice olmaz. Sayıla bilməyən isimlərlə an artikel içində bilməz. Sayıla bilməyən isimlər cəminə bilməz. Bu qədər. To advices olmaz. Advice cəminə bilməz. Sayılma isimlər cəminə bilməz. Some advice daha olar. Some həm sayılan işlənə bilər, həm sayılmayan işlənə bilər. 1, 4, B variantı. Baxırıq 80-ci sual uşaqlar. Yenə doğru variant istəyir bizdən. A piece of furniture düzdür. Some furniture düzdür. 5 furnitures. Aha. 5 furnitures yanlışdır. Əslində 5-dən sonra düz cəmlənə bilər, amma furnitures belə bir şey var ki, furniture sayıla bilmək isimdir. Sayıla bilmək isim necə cəmlənə bilər? Bu yanlışdır ona görə. A furniture yanlışdır. Sayıla bilməyən artıq işlənə bilmir. 1, 2 variant A variantı. 84-də baxırıq uşaqlar. 80-ci sualda nedir? Uncountable nouns, sayıla bilməyən isimlər dərəcəsini soruşur bizdən. Citrusçı niyə sayılmasın? Sonra mağazin niyə sayılmasın? Sonra burada baxırıq. Jacket sayılır. Maşın sayılır. Doktor sayılır. Burada cavabımız freedom, azadlıq, peace, həminiz xoşbəxtlik C variantı sayılır. 85-ə baxırıq uşaqlar. Uncountable nouns, sayıla bilməyən isimlər dərəcəsi soruşur. Sayıla bilməyən isim dərəcəsi blood qan sayılmır, butter yağ sayılmır, perfume ətir sayılmır. Elə variantı. Burada niyə çıxırıq? Ey gözlər niyə sayılmasın ki? Toy oyuncaq sayılır, əlmə ordu sayılır. Aha. Sonra burada kitchen sayılır. Aha, baxırıq uşaqlar 86-cı suala. Plural cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşursa, glass olmaz, progress olmaz, goods, clothes, grass olar, jeans, grass olmaz daha doğrusu, jeans olar. 1, 5, 6, B variantı. Baxırıq plural yenə cəm isimlər dərəcəsini soruşur uşaqlar. News olmaz, xəbər sayın dedik ki, təkdir də. Sayılmayan tək isimdir. Money olmaz. Sonra bura baxırıq. Hostess olmaz. Cavab 4, 5, 6 Y variantı. 83-cü suala baxırıq uşaqlar. Demək, uncountable nouns sayılmayan ismə dərəcəsini soruşur. Air hava sayılmır. Sonra bread çörək sayılmır. Sonra qulu idi deyəsinə. Aha, qulu bir də sayılmır. 3, 5, 6 A variantı. 89-cu suala baxırıq. Uncountable nouns sayılmayan ismə dərəcəsini soruşur. Butter yağ dedik sayılmır. Cheese pendir sayılmır. Sonra fuel sayılmır. 3, 4, 5. 5 diyor. 4, 5 eləmir. 2, 3, 5 eləyir. 2, 3, 5. B variantı.
90-cı suala bax uşaqlar. Uncountable nouns dərəcələrini soruşur bizdən. Yəni sayıla bilməyən isimlər dərəcəsini soruşur bizdən. Sayıla bilməyən isimlər dərəcəsini uşaqlar baxırıq. Pudding, meal, map, aha, progress var burada, problem var. Grad 4, aha bu düzdür. Achieve, business, problem sayılır demişdik. Axı bizim bəzi istisnalarımız var. Sayılır onlar. Problem cəmlənə də bilir, analitikləşdirə bilir. Sonra with aha sayılır. Mexanizm məsələn aha istidə götürürük. Pudding sayılmır, düzdür. Meal sayılmır, düzdür. Amma deyirsən səhv etməmsə map sayılır da. Sonra baxırıq burada progress sayılmır, MCR sayılır. Demək burada cavab 3, 5 olacaq. A variantı. 91-ci suala baxırıq. Uncountable nouns, yəni sayılma isimlər dərəcəsini soruşur bizdən. Snowcar sayılmır, milk süd sayılmır, ice buz sayılmır. Aha cavab bir düz cavabdır. Grass ot sayılmır, düzdür. Amma pet sayılır, bu getdi. Information məlumat sayılmır, düzdür. Letter məktub sayılır, bu getdi. Bridge çörək düzdür sayılmır. Furniture mebel sayılmır. Rain yağış sayılmır. Elə burada cavabım 1-4. Aha umbrella. Umbrella sayılmır. Baby sayılır, bu getdi. Cavab olur 1-4. Y variantı. Baxırıq 90-cı sual uşaqlar. Yəni uncountable nouns, yəni sayıla bilməyən isimlər soruşur bizdən. Servant xidmətçi niyə sayılmaz uşaqlar? Sayılır. Şəhər sayılır. Soap sayılmasa da pencil sayılır. News sayılmır. Glue sayılmır. Kindness sayılmır. Yəni mehribanlıq, yapışqan, bir də xəbər. Ən çox düşənlərdir. Aha hit sayılır. Bu da getdi. Cavab D variantı. Tree də sayılır. Deməli baxırıq singular tək isimlər dərəcəsini soruşur uşaqlar bizdən. Oxen olmaz. Dedik ki, oxdur. Bunun tək forması. Deməli tuz ha düzdür bu. Deməli burada uşaqlar 99-a baxırıq. Deməli uşaqlar bir yaxşı etdik axı bu. Eğer dedik ki, hundreds olmaz. A cluster of bananas. Aha, burada heç bir səhvlik görmürəm. A pair of tights. Burada da heç bir səhvlik görmürəm. A group of sail diyor. Bu yanlışdır. A hundred of witness. Bax, bir yaxşı dedim ki, eğer bu witness aiddir. Yəni səhvdir də bu. Sayılmayan isimdən hasan artikel işlənib. Bu yanlışdır. Cavab olacaq burada 2-3 D variantı. Baxırıq 100-cü suala. Uncountable nouns, yəni sayıla bilməyən isimlər dərəcəsini soruşur bizdən. Permission icazə sayılır. İdeya uşaqlar dedik ki, bizim bəzi istisnalarımız var ki, saçlamağa qoyurlar. Bəzi istisnalarımız var ki, müzərt isim olsa da onlar sayılır. Yəni ən artiklı qəbul edə bilir və cəmlənə bilir. Bu da ideyada onlardan biridir. Ona görə bu yanlış da getdi. Impression da həmçinin təəssürat. O da onlardan biridir. Bu da getdi. Citizen sayılır. Soap sayılmır. Pollution sayılmır. Knowledge sayılır. Y variantı. Baxırıq 101-ci sual uşaqlar. Yəni soap sabun deməkdir. Pollution zibil tulant deməkdir. Knowledge isə biliş deməkdir. Baxırıq 101-ci sual uşaqlar. Bir dəqiqə bura silək, görünmür. Plural nouns deyir uşaqlar. Yəni cəm isimlər dərəcəsi soruşur uşaqlar. Money dedi ki, təkdir də özü sayılmayan, tək sayılmayan isimdir. Ona görə getdi money. History təkdir. Children aha cəmdir, deer cəmdir, furniture təkdir. Clothes düzdür, choice düzdür, kettle düzdür, toplu isimdir kettle. News tək getdi, D variantı. 102-yə baxırıq uşaqlar. Baxırıq, deməli, I have both. Buna uyğun şey seçməliyik. Furniture dedik olmaz. Yəni, haçan demişik ki, sayıla bilməyən isimlə haçan artikel işlənib ki, olmaz. Another furniture, həmçinin another furniture da olmaz. Another'dan sonra sayıla bilən tək gələr. Onu yaddan çıxarmayın uşaqlar. Yəni, baxın, an artikeli ilə another eyni şey qəbul edir. Yəni, an artikeli nə qəbul edirsə, another da onlar qəbul edir. Yaxşı mı? İkisi də eyni şeydir. A few pieces of furniture. Aha, bunda heç bir səhvlik görmürəm. C variantı ilə. Many furniture olmaz. Many'dən sonra dedik ki, sayılan cəm isim gələr. Much pieces of furniture. Much'dan sonra nə demişdik? Sayılmayan tək gələrdi. Amma burada cəmlənin bax, bu da yanlışdır. Demək, cavab burada C variantı. 103-ə baxırıq uşaqlar. Bir dəqiqə, buranı silək. Aha, uşaqlar, 103-cü suala baxırıq. Burada nə deyir? I am sorry but I have a question. Aha, elə cavab budur ki. Yəni, question sayılır, cəmlənə bilir, artıq qəbul edə bilir. A variantıdır cavab. B variantı niyə olmur uşaqlar? Bu a little olma gəlmədiyinizdə bu s, yəni həm s olmamalıdır, həm də ki, burası sayılmayan isim olmalıdır. Bu yanlışdır, getdi. Two varsa burada bu cəmlənməlidir. Bu da getdi. One varsa bu niyə s olur? Yəni bir sual var deyə bir şey yoxdur axı uşaqlar.
Two deyə bilərdik. Two questions. Məsəl üçün 2 suallar falan deyə bilərdik. Amma bir suallar deyə bilmirik. D də yanlışdır. A few question dedik ki, a few-dən sonra nə olmalıdır? Sayılan cəm olmalıdır. Düzdür, sayılır amma cəm deyil. Ona görə bu da getdi, bu da yanlışdır. Cavab burada A variantı oldu. 104-cü suala baxırıq uşaqlar. A loaf of bread. Aha, burada heç bir səhvlik görmürəm. Bu düzdür. Obrislər niyə səhvdir? Gəl obrislərlə baxaq. An information. Uşaqlar, information nə idi? Məlumat idi. Məlumat nə idi? Sayılmayan isim idi. Sayılmayan isimlər nə olurdu? Nə cəmlənə bilirdi, nə də enamtik qəbul edə bilirdi. Ona görə B variantı səhvdir. Advices, məsləhət. Məsləhətlər deyə bilmir. Çünki advice sayılmır. Sayılmırsa cəmlənə bilmir. Ona görə C variantı səhvdir. F news. Bu çaşdırmadan ötürü S veriblər burada. News sayılmır. Bunu yadınızda saxlayın. Ən çox testlər düşür yəni. F-dəki sayılan cəm isimlər işlənir. Bu da yanlışdır. Water. Water nədir? Sayılmayan isimdir. Sayılmayan isimlər necə article işlənə bilər ki? Olmaz. Cavab burada variant olur uşaqlar. 105-ə baxırıq uşaqlar. Money olmaz uşaqlar. Money sayılmır axı. Pul yəni sayılmır, amma pulun vahidləri sayılır. Ona görə yəni article işlənə bilməz. Getdi. F-dən dedik ki, F ya həm sayılan, həm də cəm isimlər işlənməlidir. Bu çörək asanan sayılır uşaqlar. Information məlumat. Xeyr, məlumat cəmlənə bilməz çünki sayılmır. Getdi. A bottle of milk cavabımız B variantı düzdür. Burada heç bir səhvlik görmürəm. A flowers olmaz. Birinci artikeldən sonra mütləq tək olmalıdır. Bu S olmalı deyildi. Ona görə D yanlışdır. 106-ya baxırıq uşaqlar. Plural, yəni cəm isimlər dərəcəsini soruşur bizdən. Cəm isimlər dərəcəsini soruşur. Potential bir cəm deyil. Sonra foxes, türklər, aha düzdür. 2, men, aha kişilər düzdür. Children uşaqlar, aha yox, yanlışdır. Children zaten öz cəmdir. Yəni burada S qəbul etmir. Yəni bu yanlış bir şeydir. Aha 5 düzdür. Burada oldu 2, 3, 5. 2, 3, 5. Gəlin buraları silə uşaqlar keçiyor bir tərəfə. 107-yə baxırıq uşaqlar. Aha, baxırıq 107-ci sual uşaqlar. 107-də nə deyir bizdən? Doğru variant istəyir. A piece of food. Mən burada heç bir səhvlik görmürəm, düzdür. To information deyək, to miqdar sayılandan sonra sayılan cəmisini gəlməlidir. Bu yanlışdır. A pair of stockings. Mən burada heç bir səhvlik görmürəm. A few sack of flour. Bu yanlışdır. Deyək, a few-dan sonra mütləq cəm isim gəlməlidir. Bu gedəcəm sayılan isim. Severaldan sonra da cəm isim gəlməlidir. Burada cavab olacaq 1 və 3. 108-ə baxırıq uşaqlar. The top of the building. Mən burada heç bir səhvlik görmürəm. 2-yə baxırıq uşaqlar. A box of toy. Bu yanlışdır. To golf balls. Aha, to bax. Bundakı sonraki ism aiddir. Bu düzdür. Several hospital deyək. Severaldan sonra cəm olmalıdır. Onca bu yanlışdır. Cavab burada 1, 3. 109-cu suala baxırıq uşaqlar. The players uniforms. Aha, mən burada heç bir səhvlik görmürəm. İkinci suala baxırıq. Baxın, bu necə cəmlər? Men burada cəmlənib, amma burada yenə S qəbul edilib. Bu yanlışdır. A few girls name. Aha, bu da yanlışdır. Yəni qızlar necə yetərsiz qızların adı falan. Bu yanlışdır. Nə burada cəm olmalıydı. The fox tail. Aha, burada heç bir səhvlik görmürəm. Cavab burada 1, 4. Bizi axıra qədər izlədiyiniz üçün təşəkkür edirəm uşaqlar. Ümid edirəm sizə